Salam, hər vaxtınız xeyir olsun, əziz futbol həvəskarları. Bugün 2026 Dünya Çempionatının iki fərqli qitənin nümayəndələri üzbəüz gəlir. Bir tərəfdə Avropa futbolunun nəhəylərindən Hollandiya, digər tərəfdə isə intizamı, sürətli və döyüşkənliyi ilə seçilən Yaponiya millisi. Hollandiya tarixində 3 dəfə Dünya Çempionatının finalına yüksəlib və Yaponiya isə dəfələrlə belə favorit komandaları çətin vəziyyətdə salaraq azarkeşlərini sevindirib. Bəs bu axşam tarixə yeni bir səhifə yazılacaqmı? Təbii ki də bunu önümüzdəki 90 dəqiqə göstərəcək və bu gözəl və maraqlı oyunu CBC Sportun canlı efirində sizə mən Elvin Nəzirov şərh edəcəm. Və biz başlayaq Hollandiya komandasının heyəti ilə 4-2-3-1 taktikası ilə meydana çıxacaqlar. Qapıda 1 nömrə Bart Verbruggen, 2 nömrə Luxarel Geyruta, 4 nömrə Virgil van Dijk, 5 Nathan Ake, 18 Daniel Malen, 5 nömrə Martin Leron, 21 Frenkie de Jong, 8 Ryan Gravenberch, 14 Thierry Reinders, 11 Cody Gakpo və 10 nömrə Memphis Depay komandanın baş məşqçisi 63 yaşlı Ronald Koeman. Yaponiya milli komandasının heyəti isə belədir. 4-1-2-3 taktikası da bu gün meydana çıxacaqlar və qapıda 31 nömrə Zion Suzuki, 5 nömrə Yuto Nagatomo, 21 Hiroki Ito, 4 nömrə Ko Itakura, 32 Takehiro Tomiyasu, 3 nömrə Wataru Endo, 7 Daichi Kamada, 20 Ritsu Doan, 11 Keito Nakamura, 9 Ayesa Ueda və 14 nömrə Takefuso Kubo. Komandanın baş məşqçisi 57 yaşlı Jaime Moriyasu. Hakimin fiti ilə Hollandiya komandası top meydana daxil edir və bu gözəl oyunda hər iki kluba uğurlar arzulayırıq. Nakamura istiqamətində gözəl pas və gözəl qəbul edir Nakamura. Reindersin gözəl keçdi. İrəliyir Nakamura qarşısında De Jong var. De Jongu da gerdə qoyur. Nakamura qapı zərbəni və zərbəsini endirir. Verbruggen gözəl seyvlə komandasını xilas edir. Frenkie De Jong Gakpo ilə oynadı. Gakpo nə edəcək? Mərkəzlə Depay ilə oynadı. Depay De Jong yenidən qaytardı. Gakpo istiqamətdən Gakpo zərbəsini endirir. Suzuki mükəmməl seyv, uzun davam edir Malen. Daniel Malen və top meydanı tərk edir. Təhlükə yox idi. Ritsu Doan Nakamura ilə oynadı. Bu oyuna Nakamura hər top ona gələndə bir təhlükə yaradır. Nakamura mərkəzə doğru meylənir. Nakamura ötürməsi. Daichi Kamada. Kamada nə edəcək? Kamada zərbəsini endirir. Verbruggen üstünə gəlir top, amma yenə də gözəl seyv edir. Tomiyasu, Ritsu Doan gözəl gördü Nakamuranı. Van Dijk gerdə qoyur. Nakamura və gol. 1-0. Nakamura oyun boyu təhlükələr yaratdı və sonunda hesabı Yaponiyanın xeyrinə dəyişməyə bacarır Nakamura. Hollandiya 0, Yaponiya 1. Oyunun 43-cü dəqiqəsində Nakamura fərqlənir, amma orada Ritsu Doan'ın da pasını qeyd eləmək lazım idi. Van Dijk gözəl yerdə qoyur. Öz növbəsində hesabı artırmağı bacarır Nakamura və Hollandiyanın işi daha da çətinləşəcək bundan sonra. Yaponiya hər əmələm qol yeyən komanda deyil. Və görək Hollandların cavabı necə olacaq bu qola. Thierry Reinders topu itirir. Wataru Endo mərkəzdə oynadı. Daichi Kamada. Daichi Kamada Ritsu Doan'la oynadı. Ritsu Doan topu çəkdi. Zərbə endirə bilər. Zərbəsini endirir, amma təhlükəli deyildi. Gravenberch nə edəcək? Memphis Depay ilə oynadı. Depay gözəl gördü Reinders ən sağda. Reindersin zərbəsi Nagatomo'dan top meydanı tərk edir və korneri qazanır Hollandiya. Daichi Kamada mərkəzdə oynadı Ueda. Ueda ötürə bilmədi, amma Wataru Endo gördü Nakamuranı. Nakamura çata biləcəkmi? Dumfries ondan qabaq çatdı, amma desən offside var. Bəli. Offside qərarı burada Nakamura, bəli. Ayağı Holland müdafiəçilərindən daha qabaqdaydı. Və Dumfries bu arada ondan qabaq çatmışdı o topa. Və böyük ehtimal ki bu son epizod olacaq oyunda, çünki artırılma 2-ci dəqiqə artıq bitib, 3-cü dəqiqə oynanılır. Və hakim oyunu bitirir. Yaponiya milli komandası çox vacib bir 3 xalı aktivinə yazdırır və
Hollandiya üzərində 1-0 hesabı ilə qələbə qazanırlar. Nakamura'nın qoluyla bunu gerçəkləşdirir Yaponiya milli komandası və bu arada Nakamura'nın oyunda xüsusi qeyd eləmək lazım idi. Yaponiyanın ən yaxşısıydı deyə bilərik. Və biz də reportajımızı burada bitiririk. Bu gözəl oyunu sizə mən Elvin Nəzirov şərh etdim. Gələn belə gözəl oyunlara görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.